Salam uşaqlar, hər vaxtınız xeyir. Bugün mən sizə Sovet dövrü Azərbaycan ədəbiyyatı haqqında və ora daxil olan şeirlər və bəzi təmsillər və onlar haqqında danışacağam. Ümumiyyətlə Sovet dövründən danışanda biz bilirik ki, Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrayandan sonra artıq Azərbaycanda Sovet hakimiyyəti qurulur 1920-ci ildə və nəticədə ədəbi bədii düşüncədə olan milli maarifçi ideyaların yerini sosialist ideyalar əvəz eləyir. Və bədii ədəbiyyatda bolşevik ruhu bərqərar etmək siyasəti yürüdülür. Dövrün əsas vəzifəsi yeni quruluşu tərənnüm edən əsərlərin yazılması olur. Ədəbi dərnəklərdə həmin dövrün gənc yazıçıları birləşir və kommunist rejiminin ədəbiyyatla bağlı məqsədlərini həyata keçirməyə çalışırlar. Bu əsərlər Maarif və Mədəniyyət jurnalında, Kommunist Gənc İşçi qəzetlərində, eləcə də ədəbi almanaqlarda, məcmualarda çap olunurdu. Həmin əsərlərdə proletar beynəlmiləlçiliyi, Lenin, sosialist inqilabı, böyük qardaş ideyası tərənnüm olunurdu. Dövrün əsas yaradıcılıq metodu sosialist realizmi olmuşdu. Başlanğıc mərhələdə 1920-1930-cu illərdə yeni ideologiya əvvəlki realist və romantik ənənə ilə yanaşı olub, proletar mədəniyyət kampaniyası başlayır burada və bu prosesdə biz görürük ki, gənc nəsil ön mövqeyə çıxır, lakin həmin o gənc nəsil ön mövqeyə çıxsa da 1937-ci ildə bildiyimiz kimi tarixə də əsasən repressiya hadisələri baş verir və həmin o repressiya hadisələri ədəbi mühitdə böyük nüfuz qazanan sənətkarlar üçün olur və siniflik prinsipinə burada daha çox əməl etməli idilər həmin dövrdə olan yazıçılar. Yəni bəy, xan nəsli nümayəndə daha çox düşmən obrazı kimi qələmə verilirdi və bir çox əsərləri elə biz oxusaq görəcəyik bu dövrdə ki, onlar düşmən kimi qələbə verilib. Ədəbiyyatın əsas qəhrəmanı fəhlə kəndi sinifinin nümayəndələri olmalı idi. Ədəbiyyatda xəlqilik prinsipi əsas götürülürdü ki, lakin bu da tam mənası ilə, yəni millilik anlayışını ifadə eləmirdi. Xəlqilik də daha çox zəhmətkeş sinifin həyat və fəaliyyəti təsviri nəzərdə tutulurdu. Sovet ideologiyasını tələb etdiyi zəhmətkeş xalq, yəni fabrik və zavodlarda, kolxoz və savxozlarda çalışan fəhlə və kəndlər idi. Və burada klassik əsərin əsas mahiyyəti və böyük ideyaları, humanist ideyalar, ədalətli hökmdar axtarışları nisbətən nəyə keçirdi? Arxa plana və bu məsələlər nisbətən arxa plana keçirdi. Burada Nizaminin İskəndərnaməsindəki xəyali ideal cəmiyyət kommunizmin quruluşu kimi qələmə verilirdi. Ədəbiyyatın əsas mövzusu təsərrüfat istehsal sahəsi olsa da, sənətkarlar imkan daxilində qəhrəmanların mənəvi insani münasibətlərinə, məhəbbət duyğularına yer verirdilər. Və biz bu dövrdə gerçəklikləri də görürdük. Ümumiyyətlə, Sovet dövrü ədəbiyyatı iki istiqamətə bölünür. Biri Sovet ideologiyası əsasında yaranmış Azərbaycan ədəbiyyatı, bir də Sovet dövründə yaranan, lakin gerçəkliyi əks etdirməyə üstünlük verən Azərbaycan ədəbiyyatını görmək mümkün idi. Və biz bu dövrdə sosializm ideyalarının fonunda həyatın dərin qatlarına endiklərini görürdük. Sənətkarların Süleyman Rəhimovun Saçlı, Mehman, Əli Vəliyevin Budağın xatirələri, Əbülhəsən, Yoxuşlar, Mehdi Hüseyn Abşeron əsərlərində bunu görə bilərik. Biz həmçinin Səməd Vurğunun, Rəsul Ocağının, Mikayıl Müşfiqin yaradıcılığında bədiilik və millilik ideoloji amillərini ötüb keçdiyini görməyimiz mümkündür. Süleyman Rüstəmin Məhəbbət lirikası, Cənub mövzulu şeirlərdə əsl nümunələr kimi göstərmək olar. Yaradıcılıqlarında həyat həqiqətlərinin ideologiyasını üstəldiyi bəzi sənətkarlar Vladimir İbrahimov, Mircəlal, Əlağa Vahid, Ənvər Məmmədxanlı, İlyas Əfəndiyev, İsa Hüseynov, İbrahimov, Süleymanov, Nigar Rəfibəyli, Cəfərzadə və Mirvarid İlbasindən biz bunları görə bilərik. Mirzə İbrahimovdan danışanda o nasir, dramaturq, ictimai xadim, tənqidçi və ədəbiyyatşünas olub. Həmçinin ana dilinin, milli mənəvi dəyərlərinin qorunması uğrunda mübarizə aparıb. Cənub hekayələri silsiləsi yaradıcılığının onun zirvəsidir. Bu əsərdə yazıcı öz uşaqlıq xatirələrindən, 2-ci Dünya müharibəsinin ilk illərində İranda rastlaşdığı əhvalatlardan söz açır. Cənub silsiləsinə daxil olan hekayələr 12 dekabr, Tonqal başında Azad, İstirabın sonu, İki həyat və s. Bu hekayələrdə yadda qalan azadlıq sevər obrazlar Mahmud, Kərim kişi, Azad və Fərda ki, biz bunu keçirik. Cənub hekayələri müəllifinin Gələcək Gün romanı yazılması üçün zəmin rolunu oynadı. Firdin İbrahimi Gələcək Gün romanının əsas qəhrəmanı idi. İranda Səttarxan Xiyabanı yolunun ardıcıl davamçısı idi.
O milli azadlıq hərəkatına rəhbərlik vəzifəsini öz üzərinə götürmüşdü. Həmin dövrdə ayrı-ayrı qütbləri təmsil obrazda Musa kişi, Rza Qəhrəmani, Kərimxan Azadı, Xavər Mübaşir Məhəbbəd, Hüseyn Məhbusi, Ərbab Hənəfi və sair görməyimiz mümkün idi. Keçən əsrin 50-ci illərində Bəxtiyar Vahabzadə, İsmail Şıxlı, Məmməd Aral, Xəlil Rza, İsa Hüseynov, Nəbi Xəzri Hüseyn, Arif kimi sənətkarlar da həyat həqiqətdə əks etdirən əsərlər yazıblar. Bu dövrdə bir nəsil başlayıb yaranmağa. Bu 60-cılar nəsli idi. Bu nəsil mövcud ideologiyaya açıq şəkildə qarşı çıxmadan ədəbiyyatda insanı onun mənəviyyatı, düşüncəsi, qayğısı, ağrıları və sevgisi ilə birlikdə əks etdirirdilər. Bu nəsil ədəbi ənənələrini qoruyub saxladılar. Lakin mövcud ab-havanı dəyişə bildilər, müstəqil yaradıcılıq yolu ilə getdilər. Əsərlərində Sovetlərin tərənnümünü, əmək fəaliyyətini deyil, onun daxili aləmini, mənəviyyatını, çətinliklərini əks etdirə bildilər. Beləliklə, Sovet ədəbiyyatı yalnız ideologiya ədəbiyyatı kimi qəbul edilə bilməz. Bu dövrdə əsl ədəbiyyat nümunələri yarandı. Bu dövrün sənətkarlarına tarixlik baxımından da yanaşmaq lazımdır. Burada biz Almas İldırımın Əsir Azərbaycanım şeirini görəcəyik. Bu nəzmdən yazılıb, bənd şəklindədir, beşlik şəklindədir, lirik növdədir, heca vəznindədir. Hecaların sayı 11-dir, daxil bölgüsü 4-4-3-dür, AA, BB, CCC, DDD şəklindədir. Əsərdə lirik qəhrəmanı sarsılan səbəb milli hökumətin Rus işğalçıları tərəfindən devrilməsi, ölkəmizin müstəqilliyinə qəsd edilməsi idi. Lirik qəhrəman azadlıq ideologiyasıdır, təqiblərə məruz qalır, vətəndən sürgün olunur, Türkiyəyə sığınır, yəni Almas İldırım, mühacir həyatı yaşayır, vətəni vəsf etməkdən doymur, qürbətdə yaratdığı əsərlərin demək olar ki, hamısında vətən həsrəti, doğma yurdu müstəqilliyi, azadlıq ideyaları əks olunur. Əsir Azərbaycan şeirində bir çox mətləblərə toxunulmuşdur. İndi başlayaq bunu təhlil edək. Deyir ki, hanı məni gül qoynunda doğuran, xəmirimi göz yaşında yoğuran, göz yaşı ilə yoğuran, beşiyində lay-lay balam çağıran, Azərbaycan mənim baxsız anam oy, neçə ildir həsrətinlə yanam oy. Deyir, yəni xəmirimi göz yaşı ilə yoğuraraq məni gül qoynunda doğuran, beşiyində lay-lay deyən, neçə ildir həsrəti ilə yandığım Azərbaycan adlı bəxtsiz anam hanı mənim. Salam desəm, rüzgar alıb götürsə, ağrı dağdan ala gözə ötürsə, gür səsimi göy Xəzərə yetirsə, Xəzər coşub zəncirini qırsa oy, hökm etsə bu sərsəm gediş dursa oy. Əgər salam desəm, küləklər salamını götürüb ağrı dağdan ala gözə ötürər. Səsimi Xəzərə çatdırar, Xəzər də zəncirini qırar, bu sərsəm gedişi Soveti nəzərdə tutur, dayandırmaq üçün hökm eləsə. Xəbər alsan muğanımdan milindən, Nazlı Bakı, o neft qoxan gülümdən, kim demiş ki, düşmüş adı dilimdən Azərbaycan, mənim eşsiz yurdum o, ölməz eşqim içindəki dərdim o. Əgər muğamdan mildən, o neft qoxan Bakıdan xəbər bilsəm, adların dilimdən düşmədi. Azərbaycan mənim tay bərabər olmayan yurdumdur, içindəki eşqdir, dərddir ki, və heç vaxt ölməz. Könlümə tək Kəbə etdim səni mən, sənsiz neyləyim qürbət eldə günü mən, sənsiz neyləyim Allahı mən, dini mən, Azərbaycan, mənim tacım, taxtım oy, oyanmazmı kör olası baxdım oy. Yəni, könlümün Kəbəsi sənsən. Qürbət eldə ömür gün, Allah, din mənə lazım deyil. Yəni, mən öz vətənimdə olsun hər şeyim. Azərbaycan, sən mənim tacım, taxtımsan, mənim bu kör baxtım nədən oyanmaz kimi belə şeylərə biz burada rast gələ bilirdik. Mikail Müşfiqin. Yağış yağır, yağış yağarkən təbiətlə bağlı olan məsələ. Yağış yağır, rəqs eləyir gür damlalar. Sıra-sıra inci-inci nur damlalar. Göydə iki qara bulud çatılaraq, ildırımlar şaqqıldarır, şaraq-şaraq. Quşlar uçur yuvasına, pırıl-pırıl, şırıldayır navalçılar şırıl-şırıl. Çaxnaşmada göy üzündə ildırımlar bir-birinə dəydi, baxın qaldırımlar. Dönmələrdə durana bax, qaçana bax, qaldırımda o balaca oğlana bax. Öz döşündən yeni sözlər toxuyaraq, ayağını şappıldadır oxuyaraq. Gülə-gülə bir qız qaçıb o səkidən, ürəkciyi xali deyil səksəkidən. Yağır yağışım, yağ, sel ol, yağ, sırma-sırma, tel-tel ol, yağ, yağ, yağışım, sellənərək, sırmalanıb tellənərək, zümzümənlə şirin-şirin dillən yağış, küçələrdə uşaq kimi vellən yağış, bunlar keçər, çarpın səma, köksüm kimi. Ey yıldırım, səs ver mənə səsim kimi, yağ ey yağış, fikrim kimi, hissim kimi, uzaq yaxın çöllərə yağ, ölkələrə, ellərə yağ,
yağış yağır, rəqs eləyir gur damlalar. Sıra-sıra, inci-inci nur damlalar. Deməli görürük ki, nəzmləndir, lirikdir, tərənnüm və təsvir bir yerdədir. Təbiət, yəni peyzaj lirikasının nümunəsidir. Əsasən AA, BB, CC kimidir, amma məsnəvi deyil. Fərqli qafiyə quruluşlu olan misraları var, yadda saxlayaq. Sərbəst şeir şəklindədir, heca vəzninə yaxındır, təbiətə vurğundur. Lirik qəhrəman müəyyən misralı yağışa, ildırıma müraciət eləyir. Deməli, nəyə? Yağışa, ildırıma müraciət eləyir. Cəfər Cabbarlı ana şeirində də təbiət hadisə müraciət var. Əsər insan və təbiət burada vəhdətdə verilir. Əsərdə yağış yağır, lirik qəhrəman sanki pəncərədən bu gözəl təbiət hadisəsini seyr eləyir. Rəqs edən yağış damlaları, şaqqıldayan ildırımlar, yuvasına tələsən quşlar, şığıldayan navalçalar xoş mənzərə yaradır. Dönmələrdə duran, qaçan adamlar var. Balaca o bir oğlan yağışda ayağını şappıldadaraq özündən nələrsə oxuyur, yəni sevincini yaşayır da. Bir qız səksəkə içində gülə-gülə səkidə qaçır. Və həyat sevgisi. Ah, mən bu gündən günə, bu gözəlləşən, işıqlı dünyadan necə əl çəkim, bu yerlə çarpışan, göylə əlləşən, dostdan aşinadan necə əl çəkim. Dönmə bir şəbnəmə yaz səhərində, könül günəş kimi parla yerində, könlü xitab. Göylərin lacivard ətəklərində gedən bu qovğadan necə əl çəkim. Baxınız, dan yeri sökülmüş kimi, dostlar bir cəbhəyə tökülmüş kimi, uzaqdan uzağa xam gümüş kimi, ağaran səhradan necə əl çəkim. Təbiət varlıdır, təbiət xəsis, işlədərkən onu sən ey mühəndis, könül mühəndis. Mən də qardaşlara verdiyim bu his, bu incə mənadan necə əl çəkim. Bir yanda tərlanlar, dumanlı dağlar, bir yanda kəkliklər, ayna bulaqlar, bir yanda bülbüllər, çiçəkli bağlar. Mən bu tamaşadan necə əl çəkim. Həyat dedikləri bu keşməkeşdən, qəlbimdə, qanımda yanan atəşdən, gecədən, gündüzdən, aydan, günəşdən, bu əngin fəzadan necə əl çəkim. Qarşımda dalğalı, dərin bir ümman. Ümmanı sarsıdır bir acı tufan. Beyaz köpükləri bir çiçək yapan, şeirdən, xülyadan necə əl çəkim. Ulduzlar fikrimin çıraq bağıdır. Bulud xəyalımın karivanıdır. Səma ki hissimin aşiyanıdır. Böyle bir səmadan necə əl çəkim. Xəzan acısına edib təhəmmül. Gülün kölgəsində ötəndə bülbül. Həyat, həyat deyə çırpınır könül. Könüldən sevdadan necə əl çəkim. Sən aldın aşını yeni hisslərdən. Ey cavan qələmim, düşmə bəhərdən. A dostlar, qələm dostlar, söyləyin mən bu hünərdən, bu təbib aladan necə əl çəkim. Deməli nəzmləndir, bəndlidir, dörtlükdür. Birinci bənd AB, AB, digər bəndə CCB, DDB-dir. Deməli fərqli bənd quruluşu var. Heca vəzindədir, 11 hecasıdır, 6-5 bölgüsündədir. Rədif necə əl çəkimdir. Biz burada 1935-ci ildə yazıldığını görürük. Həyatdan narahatlıq, təlaş var. İlk misrasından da elə bu təlaşın olduğunu hiss edirik. Burada bədii sual necə əl çəkimdir. Lirik qəhrəman dünyaya, təbiətə, dostlarına, yerə, göyə, səhraya, daşlara münasibətini görürük. Burada müraciət varmı? Var. Üç bənddə var. 2-ci, 4-cü və 10-cu bəndlərdə. Demək, 3 bənddə var. 2, 4 və 10-da. 6-8-də yoxdur, cütlərdədir. İkinci bənddə deyir ki, könlümə müraciət edərək bir yaz səhəri şəbnəmə dönməməyi, daim günəş kimi parlamağı məsləhət bilir. 4-cü bənddə sən ey mühəndis deməklə daşlardan nələrsə düzəldən mühəndis və həmin daşlardakı incə mənanı görüb duyan, onu şeir yazan şair müqayisə olunur. 10-cu bənddə 2 müraciət var. İkinci misrada ey cavan qələmim deməklə qələmim daim yazmaqda davam etməsini istəyir. Üçüncü misrada dostlarına müraciət edərək onlardan bu cür yüksək istedaddan şeirə, sənətə olan hisslərdə necə əl çəkəcəyini soruşur. Deyirək, burada qarşımda dalğalı dərin bir ünvan deməklə burada o repressiyalar nəzərdə tutur. 9-cu bənddə deyir ki, xəzan acısına edib təhəmmül, yəni misrası ilə oxucuya nəsə çatdırılır. O xəzanın acısına dözməyə məcburdur. Bu acı isə təqiblər, böhtanlardır. Ümumiyyətlə bu şeir repressiya qurbanlarının yadda saxlayaq, ümumiləşmiş vida nəğməsi kimi hesab olunur. Və sonra gəlir Süleyman Rüstəmin Təbrizim şeiri. Deyir, qoymaram yad, baxdıqca hüsnünə doymayır gözüm. Təbrizim, Təbrizim, gözəl Təbrizim. Qoymaram yadları girsin qoynuna. İzin ver qolumu, salın boynuna. Sənin bayramına, sənin toyuna, dili bir, qanı bir,
qardaşın gəlib. Dərdinə aşina sirdaşın gəlib. Sən çıxdın qarşıma duzla çörəklə. Bağımdan dərdiyin güllə, çiçəklə, ikiyə bölünməz saf bir üləklə. Təbrizim, Təbrizim, aman Təbrizim. Aman Təbrizim, yox olsun başından duman, Təbrizim, qədrini ayrılıq çəkənlər bilər. Hicrini göz yaşı dökənlər bilər, ömrünə qaranlıq çökənlər bilər. Bağından gül çiçək dərdim, Təbrizim, yenə təzələndi dərdim, Təbrizim. Nə qəşəngdir yol boyunca söyüdlər. Söyüdlərin kölgəsində egidlər, babalardan dinləyirlər öyüdlər. Coşur damarlarda qanı, Təbrizim. Yoxdur bu mərdlərin sanı, Təbrizim. Ağlasan ağlaram, gülsən gülərəm, yaşasan yaşaram, ölsən ölərəm, varımı səninlə yarı bölərəm. Gəl bir də özündən öpüm, Təbrizim, başına gül çiçək səpim, Təbrizim. Nədir o mənalı dərin baxışlar, nədir gözlərindən yağan yağışlar, nədir qəlbindəki payızlar, qışlar? Yetim tək boynunu vurma, Təbrizim, məlul baxıb durma, Təbrizim. Sənin çiçəyinə, gülüşünə qurban, mənə qardaş deyən dilinə qurban, vətəninə qurban, elinə qurban, baxdıqca hüsnünə doymayır gözüm. Təbrizim, Təbrizim, gözəl Təbrizim. Əslində çox gözəl intonasiyalı bir şeirdir. Bənddir, şeir şəkli beşlikdir, amma müxəmməs deyil. Qafiyə quruluşu da gördüyümüz kimi A, B, C, QQ şəklindədir. Heca vəznində heca sayı 11-dir, 6-5 bölgüsündədir. Birinci bənddən başqa digər bəndlərdə təkrarlanan Təbrizim sözü bədii xitabdır. Birinci bənddə bədii xitab deyil. Bu söz çox hallarda metonimiyadır. Şeirin yazılma səbəbi 2-ci Dünya müharibəsi illərində müxtəlif Sovet ordusu sıralarında Cənubi Azərbaycana getmiş, oradakı Azərbaycanlıların həyatı mübarizədə ətrafı tanış olmuşdur. Bundan sonra Cənub şeirləri başlığı altında silsilə şeirlər yazmışdır. Təbrizin bu silsiləyə daxil olan şeirlərdən də biri olmuşdur. Şeirdə Təbriz hüsnünə baxmaqdan doymaq olmur. Müəllifi qarşılamağı duz çörəklə, gül çiçəklə, saf ürəklə çıxıb, yol boyunca söyüdləri gözəl görünür. Və ən əsası isə deyir ki, yetim tək boynunu burub məlul baxır. Müəllifin Təbrizə sözləri deyir, yadları Təbrizə girməyə qoymayacaq. Onunla dili bir qardaş dərdinə aşina, sirdaşdır, varını Təbrizi yarı bölməyə hazırdır və s. əsas məsələlərə biz burada rast gələ bilirik. Növbəti isə əqrəb və çanaqlı bağa təmsilidir. Deməli, deyir ki, girmişdi əqrəb bağa, gəlib çanaqlı bağa. Əqrəblə sirdaş oldu, dost oldu, qardaş oldu. Deməli, birincisi dost, qardaş oldu. İki əziz mehriban, yoldaş bağda bir zaman birlikdə yedi içdi, günləri çox şərin keçdi. Bir gün qopdu bərk tufan, külək dostları bağdan götürüb çox şiddətlə atdı geniş sahil. Əqrəb dedi, dostum, sən üzüb çaydan keçərsən, mən burada qalaram tək, səndən ayrılmır ürək. Olmuşur yaxın həmdəm, qəlbimi sıxar, dərd, qəm. Bağa dedi, dostum, gəl, min arxama, əlbəəl, çaydan keçirim səni, burax yersiz qüssəni. Gedək başqa bir bağa, aldı mehriban bağa, arxasına əqrəbi. Biraz yol gedən kimi əqrəb sancdı dostunu, duyaraq bağa bunu, dedi, ay üzü qara, dost dosta vurar yara. Əqrəb dedi, əzizim, qara olsa da üzüm, sancmaq məndə adətdir, sanma bu ədavətdir. Ədavətlərini yoxmuş, sadəcə adətdir. Baş vurdu suya bağa, söylədi əqrəb qağa, mənim də adətim bax, olub suya baş vurmaq. Əqrəbi atdı suya, bağa çıxırdı quruya. Deməli, burada biz təhlindən bağa girən əqrəb olur. Əqrəb, belə deyək də, gəlib əqrəblə sirdaş olan çanaqlı bağadır. Burada deyir ki, əsas dostun hansı vəziyyətə düşəndə o vəziyyətdən çıxarılması, ona dəstək olunması və sonra ona qarşı olan hərəkətləri daha çox biz burada görə bilirik. Bağa, belə deyək də, o sancı hərəkətinə görə bağa onun üzü qara adlandırılır. Cavab olaraq bağa suya baş vurur. Onun adətinin suya baş vurmaq olduğunu bildirir. Əqrəbi suya ataraq özü ninir, quruya çıxır. Və biz bilirik ki, bu epik növdə təmsil, həyat əks etdirmə mövzusu dostluqdur. İdeası dost-dosta tən gərək, tən olmasa gen gərək məsələsinə rast gəlmək mümkündür. Və burada xəyanət cəzası qanun fikri əks olunmuşdur.
və əsərdə hər iki obraz xarakterinə uyğun davranır. Və sonra gəlir burada bizim anaları günəşlə tən tuturam. Bunun birbaşa sizə indi təhlilini oxuyacağam. Yəqin görürsünüz ki, 2, 4, 6-lıq şəklindədir. Ondan sonra 2, 4, 6, 8 şəklindədir. Sonra 2, 4, 6, 8, 2, 4, 6, 8, 2, 4, 6. Deməli, həmin biz burada görəcəyik ki, bəndlərdə müxtəlifliklər var. Yəni yazıb sizə mən onu bir oxutmaya sayla ki, siz də göz yaddaşının yadınızda saxlamağı bacarasınız. Burada şeir vahidi bənddir. 1-ci və 5-ci bənd 6-lıq, 2-ci, 3-cü, 4-cü bəndlər 8-likdir. Ona diqqət edin, 6-lıq və 8-likdir. Mövzu analar verilən dəyərdir, tərənnümdür. Heca vəznindədir. Daxil bölgüsü 7-7-dir. Hecanın sayısı 14-dür. Vəzindən artıq olaraq ilk və son bənd eynidir. Digər bəndlər isə fərqlidir. Biz burada lirik qəhrəman analar günəşlə tən tutur. Bütün övladların, oğulların adına əyilməz. Anaların qarşısına əyilmək istəyir. Onlara mahnılar oxumaq istəyir. Onlar həyat səsi adlandırır və s. Şeirdə analar ömrünü övladı yolunda verib qocalır. Övladlarına layla xoş həyat, talih ad verir. Onlar şəhid analar saçlarını bir gecədə ağappaq hörür. Övladları döyüşdə geri dönməyən o şəhid analar yenə nəzərdə tutulur. Daim qanlı döyüşdən söz açılır. Gəlimsiz, nəvətsiz qalır. Hər əzaba tab gətirər, zəhmətə qatlaşar. Qaballar əllərlə övladına şöhrət, hörmət, ad sanı gətirir. Və bunları biz rast gələ bilirik əsas olaraq. İndi növbəti izahda isə Mirzə İbrahimovdan əsərlərini izah edəcəm. Sağ olun, salamat qalın.